Təşəkkür edirəm. Allah dövlətin bayrağını uca eləsin. Kanal 21 xəbər verir ki, Ağcabədi rayonunun Xəlfərəddin küçəsində uzun müddət bərbad vəziyyətdə olan ümumilikdə 7 kilometrdən çox yol yenidən qurulub. Dövlət büdcəsi hesabına həyata keçirilən layihə çərçivəsində Ağcabədi şəhərində bir sıra şəhərdaxili yollara yeni asfalt örtüyü çəkilib. Hörmətli izləyicilər, gördüyünüz kimi hal-hazırda günü-gündən çəkilən Ağcabədi rayonumuzun Xəlfərəddin küçəsində. Dəyərli izləyicilər, Xəlfərəddin küçəsinin yolları bərbad gündə idi. Yağış qar yağanda küçə sakinləri, məktəbə gedib gələn uşaqlar gördüyünüz kimi əziyyət çəkirdi. Sağ olsun, Ağcabədi rayonu icra başçısı cənab Rauf Hüseynovun təşəbbüsü ilə həmin bu sözü gedən küçədə 10 kilometrdən çox yolu bərpa elədilər. Biz də Kanal 21 ailəsi adından, şəxsən öz adımdan bütün əziyyəti keçən insanlara öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Allah dövlətimin, millətimin bayrağını verir. Ağcabədi şəhər icra nümayəndəsi Fikrət Allahverdiyev Kanal 21 açıqlamasında bildirib ki, şəhərin bir çox hissəsində infrastrukturun yenilənməsi istiqamətində mərhələli işlər davam edir. Onun sözlərinə görə məqsəd sakinlərin gündəlik rahatlığını təmin etmək, eləcə də şəhərin ümumi görünüşünü müasir tələblərə uyğunlaşdırmaqdır. Ağcabədi rayon icra hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi Osmaniyyəsi Allahverdiyev dairəsidir. Bildiyimiz kimi 2025-ci il layihə sverta sənədləri əsasında Ağcabədi şəhərinin şəhərdaxili avtomobil yollarına, şəhərdaxili küçələrə asfaltlaşma işlərinə başlamışıq. Bugün başladıq bu işə. Deməli, şəhərimizin həm də Məmmədquluzadə, Dalanqız Dalanqız 2, Xəlfərəddin küçəsi Dalanqız Dalanqız 2, Cəfər Cabbarlı küçəsində, Qanqoy Abbasov küçəsində, Üzeyir Hacıbəyli prospektində, Rasim Tağıyev küçəsində, Tofiq İsmail küçəsində biz asfaltlaşma işlərini həyata keçirəcəyik. Bugün bizim ilk işə başlanmış gündür və bu işlərimiz inşallah yaxın vaxtlarda tam keyfiyyətlə təmin vermək fikrindəyik. Bildiyimiz kimi layihənin tenderin qalibi Avtoyol Təmir ikinci şirkət aparır və onlarla müqavilə bağlanmışdır. İndi onlar müqavilə əsasında artıq işin xeyli hissəsini görüblər. Bütün küçələrdə hamarlama işləri, kanalizasiya lüklarının qaldırılmasıdır, hamarlanmasıdır, asfaltın altından materialların verilməsinin işləri bütün küçələrdə başa çatırlar. İndi isə asfaltlaşma işinə başlayırlar. İnşallah bu işləri sağ-salamat yaxın günlərdə təhvil edəcək. Həmin ərazidə yaşayan sakinlər də Kanal 21 vasitəsilə Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynova görülən işlərə görə öz təşəkkürlərini bildiriblər. Onlar qeyd ediblər ki, uzun illərdir gözlədikləri yol nəhayət təmir olunub və bu gündəlik həyatlarında böyük rahatlıq yaradıb. Ağcabədi rayonu Xəlfərəddin küçə sakini Əsgərov Elşən Vaqifoğlu. Bu günlərim burada iştirak edən bütün əməkdaşlarına, yol idarəsinə, icra hakimiyyətinin əməkdaşlarına təşəkkürümüzü bildirdik ki, yolumuz bərbad vəziyyətdə idi. Yağışda, qarda cəmaət palçığa batırdı. Çox təşəkkür edirəm. Allah dövlətin bayrağını uca eləsin. Allah icra hakimiyyətinin orqanlarını işləyənə hamısını can sağ eləsin. Çox razıyım. Sağ olun. Çox sağ olun. Təşəkkür edirəm. Buyurun sözlər. İcra başçı Rafil Hüseynova öz təşəkkürümüzü bildiririk. Çox sağ olsunlar. Küçəyə bərbad düzeydi, küçəmizi düzəltdilər. Allah hamısından razı olsun. Kanal 21 olaraq sakinlərin problemlərinə həssas yanaşan, şəhərin abadlaşdırılması istiqamətində əməli addımlar atan hər kəsə təşəkkürümüzü bildiririk.